və tanıdığımız bir müsəlmanı hətta görsək ki, küfür şirk edir, ona kafir müşrik deyə bilmərik. Mütləq şəkildə gərək onda 6 şərt öz əksini tapsın və 6 maniyə aradan qalxsın. Bunu biz hər zaman demişik. Əvvəlki xütbələrimizdə də, kitablarımızda da və bunu yenidən gündəmə gətirmək əlbəttə ki, ağılsızlıqdır. Yox, əgər tohiddən xəbəri var və şirkin şirk olduğunu bilmir, elə bilir ki, savab iş görür, o zaman onun hökmü nə olur? Bu üçüncü rəydir. Şeyx Abbad Hafizahullahın rəyi, bu da orta, ən doğru rəydir. Zahirən gördün ki, adam şirk edir və salam, müşrikdir. Zahirən gördün ki, adam şirk edir və salam, müşrikdir. Bu dünyada. Ahirətinə hökm vermirsən ki, o əbədi cəhənnəmlikdir. Çünki sən elə onu çağırıb, hüccət qaldırmamısan. 6 dənə şərt, onda öz əksini tapmalıdır. 4 dənə də maniyə aradan qalxmalıdır ki, onun əbədi olaraq cəhənnəmə düşməyinə hökm verə biləsən. Sənin boynuna düşən vəzifə nədir? Sənin boynuna düşən vəzifə odur ki, necə ki sən bir Azərbaycanlını əgər görsən ki, boynunda xaç ölüb, cənazə qalarsan mı ona? Niyə? Boynunda xaç var da, zahirinə hökm verirsən. Adam Azərbaycanlıdır, kilsədən çıxdı, öldü. Cənazə qalarsan mı? Kilsədən çıxdı, yaxındakı ona salam verərsənmi? Fikirləşərsən ki, bu xristiyandır. Halbuki Azərbaycanlıdır. Kilsəyə elə belə baxmaq üçün getmişdi. Bəlkə də namaz qılandır. Kilsəyə girmişdi ki, baxsın, görsün kilsənin içi necədir. Amma sən zahirinə hökm verirsən. Elədir? Eləcə də şirk edən adamı görürsən, bu adam şirk edir. Sən bunu necə sən bunun cənazəsini qıla bilərsən, kəsdiyini yeyə bilərsən, qız verə bilərsən, qız ala bilərsən. Bu şirk edir. Həmçində necə sən hansı ixtiyarla sən onun ahirətinə hökm verə bilərsən? Olmaz. Ahirətə o vaxt hökm verə bilərsən ki, çağırıb onu, bütün o şərtləri ispat edəsən, maniyələri də aradan qaldırasan. Maniyə bilirsiniz nədir? Məsələn, onu məcbur ediblər ki, şirk eləsin. Desin ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur. Desin ki, Allahdan başqa ibadətə layiq məbud var. Necə ki, Ammar ibn Yasir. Məcbur elədilər, öldürəcəkdilər. Ölümdən ehtiyat etdi, çəkindi, ölmək istəmirdi. Və dedi ki, Allahdan başqa ibadətə layiq məbud var. Lat və Uzza. Əssalam, bu onun üçün üzürdür. Bu birinci məsələdir. O məsələ ki, onda ümmət ittifaq edir. Elə bil ki, qardaşların bir 90% elə bil qaziyə çevrilir. Onu mən ona demək istəyirəm ki, elə eləməyin. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilsən müşrikdir. Amma ahirət hökmünü sənin dedik verəməzsən, o qalır, qazi varsa, elm əhli varsa ona qalır. Sən dünya hökmünü deyəsən müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir. Qardaş dedi ki, sən onun dünya hökmünü gör bilsən müşrikdir. Amma ahirət hökmünü sənin dedik verəməzsən, o qalır, qazi varsa, elm əhli varsa ona qalır. Sən dünya hökmünü deyəsən müşrik olduğunu bilirsən, etibar edirsən sən ona. Ahirət hökmünə qarışmırsan. Qarış onu deyir. Mövzunun şəxsi də Əlixan Musayevdir. Bu Əlixan Musayev Mədənə tələbələrinin içərisində bütün mədənə tələbələrindən biraz fərqlidir. Yəni, insafla desən, yəni insaf babından desək, onlara baxanda biraz daha danışığında qabiliyyətlidir. Onlara baxanda daha çox iş görüb, kitablar tərcümə edib və s. və ilə axır. Ancaq bəzi müsəlmanlar bunun danışığında, dəvətində hiləgərliyi təbəbi ilə çox vaxt buna görürsən. Bunun barəsində şübhəyə düşürlər. Bir səbəb də bunun öz məclislərində, yəni böyük kütləyə yox, öz aralarında danışanda, misal üçün, tövhid əhlinin görüşlərini dəstəkləyir. Bəzən deyir ki, misal üçün, şirk eləyən üzürlü deyil. Ancaq öz dairələrində. Ancaq belə ümumiyə çıxdıqda digər mədənə tələbələrindən fərqlənmir. Onlar hamısı nə danışır, bu da həmən şey danışır. Düzdür, onların çoxsu bunun həmişə qaralayırlar, pisləyirlər, buna pis adlar qoyurlar. Ancaq əslində əqidələr eynidir. Sadəcə onlardan bunun fərqi odur ki, bu iki adamdır. Yəni, dar çevrədə bəzən haqqı deyir. Ancaq
ictimaiyyətə çıxanda Mədənə tələbələrindən fərqlənmir. Onların rəngində olur.